Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Aprel ayının sonuna yaxınlaşdıqca ulduzların enerjisi bəzi bürclər üçün xüsusi imkanlar və maliyyə baxımından sürprizlər vəd edir. Astrologların proqnozlarına görə bu dövr xüsusilə 4 bürc üçün diqqət çəkici olacaq. Gəlin bu bürcləri daha ətraflı şəkildə nəzərdən keçirək. Boğa bürcü üçün ulduzlar olduqca səxavətli görünür. Uzun müddətli zəhmət çəkdiyiniz işlərin nəticəsini almaq vaxtı artıq gəlib çatır. Gözlənilməz bonuslar, gecikmiş ödənişlər və ya əvvəllər qaytarılmamış borcların sizə geri dönməsi ehtimalı yüksəkdir. Xüsusilə maliyyə sahəsində sabitlik və rahatlıq hiss edəcəksiniz. Əgər üzərində uzun müddət işlədiyiniz bir layihə varsa, onu uğurla tamamlayaraq gözlədiyinizdən daha yüksək gəlir əldə edə bilərsiniz. Bu dövr həm də özünüzə olan inamınızı artıracaq və gələcək planlar üçün sizə əlavə motivasiya verəcək. Çir bürcü üçün isə vəziyyət daha da maraqlıdır. Ulduzlar göstərir ki, qəfil və gözlənilməz gəlir mənbələri ortaya çıxa bilər. Bu, xarici əlaqələrdən, yeni tanışlıqlardan və ya sosial çevrənizdən gələn imkanlarla bağlı ola bilər. Sizin təbii xarizmanız və diqqət çəkici enerjiniz sayəsində insanlar sizə daha çox maraq göstərəcək. Bu da yeni müştərilər, yeni layihələr və hətta hobilərinizdən qazanc əldə etmək imkanı yarada bilər. Əgər uzun zamandır düşündüyünüz bir ideyanız varsa, onu biznesə çevirmək üçün ideal zamandır. Əqrəb bürcü üçün bu dövr daha çox hüquqi və rəsmi məsələlərdə uğur gətirə bilər. Əgər davam edən bir mübahisəniz, məhkəmə işiniz və ya bölüşdürülməsi gözlənilən bir miras varsa, nəticənin sizin xeyrinizə olması ehtimalı artar. Bundan əlavə tərəfdaşlıq münasibətlərində də müsbət dəyişikliklər gözlənilir. Dəyərli hədiyyələr və ya maliyyə dəstəyi əldə edə bilərsiniz. Lakin astrologlar xəbərdarlıq edir ki, əldə etdiyiniz vəsaitləri düzgün və ağıllı şəkildə idarə etmək çox vacibdir. Bu dövr yalnız qazanmaq deyil, həm də qazandığınızı qorumaq və artırmaq dövrüdür. Dolça bürcü üçün isə aprel ayının sonu bir qədər riskli, lakin eyni zamanda perspektivli görünür. Xüsusilə daşınmaz əmlak sahəsində atılan addımlar sizə böyük qazanc gətirə bilər. Əgər hər hansı bir investisiya planınız varsa, onu diqqətli analiz edərək həyata keçirmək faydalı olacaq. Bundan əlavə, karyera sahəsində də mühüm dəyişikliklər gözlənilir. Yeni bir vəzifə və ya iş təklifi ala bilərsiniz ki, bu da yalnız məsuliyyətin artması deyil, həm də gəlirin və əlavə imtiyazların genişləməsi deməkdir. Bu dəyişikliklər həyatınızda yeni bir mərhələnin başlanğıcı ola bilər. Ümumilikdə bu dörd bürc üçün aprel ayının sonu həm maliyyə, həm də şəxsi inkişaf baxımından olduqca əhəmiyyətli bir dövr hesab olunur. Ulduzlar imkanlar yaradır. Lakin bu imkanlardan düzgün istifadə etmək hər bir insanın öz qərarlarından asılıdır. Əsas məsələ qarşınıza çıxan fürsətləri vaxtında dəyərləndirmək, riskləri düzgün hesablamaq və gələcəyiniz üçün ağıllı addımlar atmaqdır. Unutmayın ki, astroloji proqnozlar yalnız istiqamət göstərir. Əsl uğur isə sizin zəhmətiniz, səbriniz və doğru qərarlarınız nəticəsində formalaşır. Aprelin son günlərini maksimum fayda ilə keçirmək üçün diqqətli olun və qarşınıza çıxan imkanları qaçırmayın.